Hamıya salam. Bugün mən sizinlə pronoun mövzusuna başlayıram. Pronoun mövzusunda bizim ilk mövzumuz şəxs əvəzliyi, yəni personal pronounslardır. Personal pronouns nədir? Personal pronouns şəxs əvəzliyidir. Şəxs əvəzliyimiz iki yerə bölünür, yəni adlıq və obyekt. Biz hal-hazırda adlığa baxırıq. Siz bilməlisiniz ki, adlıq halda bizdən nə tələb olunur? Deməli, ilkin olaraq adlıq hal bizdən mütləq ki, feili tələb edir. Yəni, nə deməkdir? Bu əvəzliklərdən hamısından sonra feil gəlməlidir. Siz əgər cümlə quruluşuna fikir vermisinizsə, bunlardan sonra biz çox vaxt feil qoyuruq. Məsələn, I go, gördünüz, go feildir. You go, he goes, she goes. Yəni, feil olur hamısı. Adlıq hal sırf feillə bağlıdır. Və bəzi qeydlər var. Cümlənin həmişə əvvəlində işlənir, heç vaxt ortasında və sonunda olmaz, həmişə əvvəlində olar və bu qədər. Özündən sonra da feil tələb edir. Bilməlisiniz ki, bu əvəzliklərin mənası nədir? Deməli, I, mən, you, sən, he, she, it, o, bu qadın cinsidir, bu kişi cinsi, tərsinə. Bir dəqiqə, bu kişi cinsidir, he. He kişi cinsi, she qadın cinsi, it orta cins. Orta cins nədir? Yəni cansızlar. We, biz, you, siz, they, onlar. Bunlardan həmişə sonra feil gəlməlidir və cümlənin arasında əvvəlində işlənirlər. Bu bizim birinci hissəmiz, yəni şəxs əvəzliklərinin birinci hissəsi adlıq halı. Keçirəm obyekt hala. Obyekt hal özündən əvvəl feil tələb edir. Yəni, tam əksi, adlığın tam əksi. Burada me, you, him, her, it, us, you, them. Bir dənə də diqqətli olun. Bu it həm özündən əvvəl feil tələb edir, həm də özündən sonra feil tələb edir. Yəni, bir dənə burada diqqətli olun ki, çaşdırmasın sizi. Deməli, bu harada işlənir? Söz önü. Söz önü görən kimi, söz önü nədir məsələn? Tutaq ki, for, with, nə bilim, başqa hansı var idi? Without, baxın bunlar. Bunları görsə, başqaları da var söz önlər. Sadəcə mənim ən çox yadımda qalan, ən çox gördüyüm söz önləri yazmışam. Bunları görsəz, bu söz önləri görsəz, obyekt hal işlədirsiniz. Yəni, bu sözlərdən, bu əvəzliklərdən hansısa birini. Cümlənin ortasında və sonunda gəlir. Heç vaxt əvvəlində gəlməzlər. Əvvəlində ancaq bunlar, yəni adlıq hal gəlir. Obyekt hal həmişə ortasında və sonunda. Aha, burada nə yazılıb? You və it həm adlıq, həm də obyekt halda eynidirlər. Bayaq qeyd elədim iti, you-nu unutdum. Baxın, you da eynidir. Yəni, you da özündən sonra feil tələb edir, özündən əvvəl feil tələb edir. Bu bizim şəxs əvəzliklərimiz. Keçək biraz qrammatikaya. Qrammatika işləyək. Görək qrammatikada necə bilirik. Aha, gəlirəm bura. Baxıram. Nə var cümlədə? Hə, görürəm ki, burada nə var? Personal pronoundur, şəxs əvəzliklərini işləyirəm. Hi, I am Maria. Hi, I am Maria. Düzdürmü? Do you remember? Baxıram, görürəm ki, nöqtədən əvvəl, baxın, nöqtədən əvvəl heç nə yoxdur. Nöqtədən sonra daha doğrusu heç nə yoxdur. Nöqtədən əvvəl remember var. Remember nə deməkdir? Xatırlamaq. Hansı intik hissəsidir? Feildir. Baxıram variantlarda özündən sonra hansı feil tələb edir? Özündən əvvəl daha doğrusu. Baxın, əvvəldə daxil. He özündən sonra istəyir, getdi. They özündən sonra istəyir. She özündən sonra istəyir. I özündən sonra istəyir. Variant qalır ye. 2-yə keçirəm. Baxın, gəldi. Deməli, cümlənin ortasında nöqtə varsa, mütləq ki, bu tərəfi ilə işləyim. Burada mütləq bir dənə sizi feil gözləyir. Feil varsa, özündən əvvəl feil tələb eləyənləri saxlayıram. Birinci tərəfi. Bu, I özündən sonra istəyir, getdi. She özündən sonra istəyir, getdi. They də özündən sonra istəyir, getdi. Qaldıq A-la B arasında. İndi baxıram ki, cümlədə hər ikisi he-dir, bir də you-dur. You, yadınıza mən sizə demişdim, həm özündən sonra feil istəyir, həm də özündən əvvəl. Amma he-də elə bir şey yoxdur. He ancaq özündən sonra istəyir. Baxıram, he-ni qoysam, he özündən sonra feil istəyir axı. Yazıram bura he, amma heç nə yoxdur, görürsünüz. Deməli, səhvdir, olmaz. Yəni, variant B olmalıdır. 3.
Nöqtədən sonra is gəlib. Is. Mən bilirəm ki, adlıq hal həmişə cümlənin əvvəlində işlənir. Burada bir dənə adlıq hal bu deyil. Ona görə bu gedir. Qalır he, she, they. Z ilə də is işlənməz. Z ilə həmişə ar işlənir, cəm işlənir. Ona görə z-də atıram. Qalıram she'lərin ortasında. We see, baxın nöqtə ortada gəlib. Deməli bu biri tərəfə baxmalıyam. See hansı etki səsidir? Feil, görmək. Baxıram, her özündən əvvəl istəyir, qalsın. Özündən sonra istəyir, qalsın. She özündən sonra istəyir, feil. Ona görə mənə lazım deyil. Mənə özündən əvvəl lazımdır. Him də özündən əvvəl istəyir. Baxıram, görürəm ki, A düz gəlir. Elə şey olmaz ki, bir tezdə 2-dən variant düz olsun. Deməli, cümləyə baxmalıyam. Baxıram ki, söhbət kimdən gedir? Actress-dən. Actress kimdir? Aktrisa. Yəni, qadındır. Qadındırsa he olmaz, variant she. 44-cü suala. 4-cü sualda görürük ki, nöqtədən əvvəl bizi bir dənə burada afraid of gözləyir. Afraid of qorxmaq. Qorxmaq feildir. Hansı özündən əvvəl feil tələb edir? Bu, Z özündən sonra istəyir. It özündən əvvəl də feil istəyir, sonra da feil istəyir. Yəni, ola bilər qalsın. Zeyr ümumiyyətlə isimlə bağlıdır, it də isimlə bağlıdır. Qalırıq A ilə B arasında. Baxıram ki, cümlədə heç cəmlik yoxdur. Snake-dən söhbət gedir, ilandan. Deyir ki, ilan çox zəhərlidir. Mən ondan qorxuram. Yəni, ilan təkdədir, olur A. 5. Her son is disabled, but baxıram ki, nöqtə ortadadır. Nöqtə ortadadırsa şübhələnirəm. Deməli, əvvələ baxmalıyam. Of var, of preposition söz önüdür. Söz önü olanda mənə obyekt hal lazımdır. She adlıq haldır, he adlıq haldır, Z adlıq haldır. Qalıram B ilə C arasında. Baxıram görüm söhbət kimdən gedir. Her son is disabled and she has to take care of all time. Deyir, onun oğlu əlildir, yəni, nə deyim, qüsurludur. Qüsurlu olduğuna görə qadın onun qayğısına qalmalıdır. Kimin? Oğlunun. Oğlu hansı cinsdir? Kişi cinsi. Kişi cinsi olduğuna görə him, her qadın cinsidir. 6. Baxıram nöqtədən bir dənə əvvələ. Görürəm viz var. Viz nə idi? Qeyd eləmişdim. Söz önü. Söz önüdürsə mənə obyekt hal lazımdır. Görürəm ki, ikinci tərəfinə baxdım. Yaxşı, ikinci tərəfə obyekt olan qalsın. Məsələn, we adlıqdır, gedir, Z adlıqdır, getdi. Qalırıq bunlar arasında. İndi birinci boşluğa baxıram. Görürəm ki, nöqtədən əvvəl ask var. Ask nədir? Soruşmaq. Feildir. Bunlardan hansı özündən əvvəl feil tələb eləyir? Görürəm ki, Z özündən sonra tələb eləyir, getdi. İndi qalıram A-dır, yoxsa Y-dir. Baxıram cümləyə. Zeyr bu. Özündən sonra isim tələb eləyir. Ona görə bu da gedir, qalır A. Sonra 7. Nöqtə ortada gəlib. Bu biri tərəfə baxıram. Want istəməkdir. İstəmək feildir. Ona görə özündən əvvəl feil tələb eləyən. Ay özündən sonra istəyir. Z özündən sonra istəyir. Qalıram bu üçü arasında. May ümumiyyətlə isimlə bağlıdır. Ona görə gedir. İndi gəlirəm C ilə D arasına. Özündən sonra isim istəyir. Bu da ona görə olmaz. Qalır D. 8. Görürəm ki, nöqtədən əvvəl yenə söz önü var. Söz önü varsa obyekt qalmalıdır. Adlıq getməlidir. Z adlıqdır. Feil istəyir. A gedir və V gedir. Qalıram bu ikisi arasında. İkisi arasında da baxanda A və özündən sonra isim istəyir. Amma bizdə isim deyil bu. Ona görə variant C. Baxıram cümləyə. Cümlənin ortasında deyil, sonundadır. Sonundan bir dənə əvvəldə respect, hörmət etmək feildir. Özündən əvvəl feil hansı tələb eləyir? Ya B-dir, ya Y-dir, ya da A-dır. Bu gedir. Bu gedir. Çünki bu ikisi özündən sonra tələb eləyir. İndi gəlirəm cümləyə baxıram. Cümlənin tərcüməsinə. My grandfather. Grandfather isə kişidir. Kişidirsə himdir. 10-cunu da eləyirəm. Digərlərini sizə tapşıracağım. Baxıram ki, my students are diligent. I am proud of. Ofdur. Söz önüdür. Söz önü hansıdır? Görürəm ki, him qalır, my qalır.
My əslində isimlə bağlıdır. Hələ ki qalsın, dəymirəm. Z gedir. Z çünki özündən sonra isim feil istəyir, olmaz. Zer özündən sonra isim istəyir, olmaz. My da özündən sonra isim istəyir, olmaz. Qalıram A2 arasında, baxıram cümlə cəmdədir, ona görə Z. İndi siz mənə 11-i, 12-ni, 13-ü, 14-ü, 15-i, 5 dənəsini işləyin. Cavablarını rəylərdə yazın. Əgər testin tam izahını istəyirsinizsə, mütləq rəylərdə qeyd edin. Qrammatikanın, PDF-in qeydlərini istəyirsinizsə, rəylərə PDF üstəgəli atın. Mən bilim ki, siz PDF-i istəyirsiniz. Testin PDF-ini istəyirsinizsə, test plus yazın. Testin ardını istəyirsə, testin ardı olsun yazın. Nə sualınız varsa qeyd edin, mən cavab verməyə çalışacağım. Növbəti qrammatika dərsində görüşərik.